Herkese salam. Bugün sırayla üstü və loqaritmik funksiyalar, üstü və loqaritmik tənliklər və üstü və loqaritmik bərabərsizliklərin, həmçinin loqaritmanın izahına baxacağıq. İlk öncə üstü tənliklər nədir? Y bərabərdir A üstü x şəklində olan tənliklərə funksiyalara üstü funksiyalar deyirik. Burada şərt odur ki, A sıfırdan böyük olmalıdır və həmçində A birdən fərqli olmalıdır. Əgər bəs niyə 1 olmaz? Çünki əgər 1 olsa, 1-in istənilən qüvvəti 1-dir. Və bu da sabit bir funksiyalar. Məsələn, indi üstü funksiyaların nümunə y bərabər 2 üstü x və yaxud da ki, 2-də 1 üstü x. Bunların hamısı üstü funksiya hesab olunur. İndi üstü funksiyanın a-sı ya 1-dən böyük ola bilər, ya da ki, 0 və 1 aralığında yerləşə bilər. Əgər a 1-dən böyükdürsə, biz buna deyirik artan funksiya. Əgər A 0 ilə 1 arasındadırsa, biz buna deyirik azalan. Məsələn, indi gəlin bunların qrafikinə baxaq. Y bərabərdir A üstü x-ə baxırıq. A 1-dən böyük olanda dedik ki, bu nədir? Artan funksiyadır. Hər hansı bir, indi gəlin koordinat sistemində baxaq. Bura olsun, bura y-dir, burada x-dir. Baxın, artan olanda bunun qrafiki bu şəkildə gedir. Bunu yadda saxlamaq lazımdır ki, bunun x-i 0-dır, y-i də 1-dir. Həmişə buradan keçir, amma bu x-ə toxunmur. Yazaq, x-ə toxunmur. Bu ən əsas şərt, yəni heç vaxt x-ə toxunmayacaq. Burada deməli, x bərabərdir 0-a, bu da bərabərdir, y bərabərdir a üstü 0, yəni 1-ə. İkincisi isə gəlin azalan funksiyaya baxaq. Yəni y bərabərdir a üstü x, belə ki 0 ilə 1 arasında yerləşsin a. İndi bunu da çəkək qrafikini. Koordinat sistemini çəkdik. Bura y-dir, bura x-dir. İndi bunu da çəkək. Burada getdikcə azalacaq artıq. Burada baxın, belə şəkildə gedəcək. Toxumur. Belə şəkildə gedəcək. Yəni getdikcə azalacaq. Yenidən burada da 0, 1-də kəsəcək. Belə. İndi gəlin bu funksiyaların təyin oblastına və qiymətlər oblastına baxaq. Birincisi dy-ə baxaq. İstənilən qiyməti ola bilər. Yəni mənfi sonsuzluq, müsbət sonsuzluq olacaq. İndi y-ə də baxaq. Burada artıq 0-ı ala bilmir. Baxın, göründüyü kimi 0 ala bilmir. Yəni 0-dan müsbət sonsuzluğa doğru gedəcək. Yəni mənfi qiymətlər ala bilmir. İndi gəlin qrafikin çıxarılışına baxaq. Yəni bu deməkdir ki, x-ə nə versək 2 alınmayacaq. Məsələn, y bərabərdir 2 üstü x funksiyasının qrafikini quraq. İndi burada x ilə y bir-birindən asılıdır, düzdürmü? Məsələn, x-ə 0 versək y 1 olacaq, 1 versək 2 olacaq, 2 versək 4 olacaq. İndi gəlin mənfi qiymətlərində bəzilərinə baxaq. Mənfi 1 versək 2-də 1 olacaq. Mənfi 2 versək 4-də 1 olacaq. Bu formada gələcək. İndi gəlin bunun qrafikinə baxaq bir yerdə. Aha. Bu şəkildədir. Bura y oxudur, burada x oxudur. İndi burada 0-dır, düzdürmü? Biz buna 0 versək, nədir? Qiymət 1-dir. Yəni burada olacaq 1. Əgər 1 versək, biz olacaq 2. 2 versək, olacaq 4. Bu şəkildə gedəcək. 2, 1, 4, 2. İndi 2-də 1 versək, haradasa burada yerləşir, düzdürmü? 2-də 1. 2-də 1 versək, burada olacaq mənfi 1. Bunu da birləşdirək, belə. İndi burada da məsələn bir dənə mənfi 2 versək, indi onu yazamıram. O da bunun yarısı. Bax, neredəsə burada olacaq. Da belə. İndi bunu haradasa birləşdirsək, gəlin birləşdirək. Belə bir funksiya alınacaq. Görürsünüz, buradan da funksiyanın grafikini tapmış olduq. Və bu funksiya heç vaxt dövrü deyil, yəni dövrlülük baş verməyəcək. İndi isə keçirik loqaritmik funksiyalara. Üstü funksiyaların tamamilə tərsidir. Amma ondan öncə gəlin loqaritmaya baxaq. Loqaritma nədir? Sonradan keçərik loqaritmik funksiyalara. Sadə şəkildə desək, a üstü x bərabərdir b şəklində olan bir ifadələrdir. Buradan belə dalış edir sanki. X bərabərdir loqaritma a əsasdan b olur. İndi ifadəsini desək, b-ni almaq üçün a əsasını yüksəltmək üçün lazım olan deməli qüvvət üstünə, yəni baxın x-ə
B-nin əsasına görə loqaritmi deyilir. Məsələn, 2 üstü x bərabər 8. Biz burada rahatlıqla deyirik ki, 2 üstü x 2 üstü üstdən x üstü. Amma indi bu həmişə belə olmur. Amma indi bunun çıxarılışını yazsaq necə olacaq? Loqaritma 2 əsasdan 8 yazırıq. Bu da olacaq loqaritma 2 əsasdan 8-də 2-nin üstü 3-dür, düzdürmü? Bu da 3 qüvvət qabağa keçir. Loqaritma 2 əsasdan 2, bu da 1 eləyir. Yəni 2-nin hansı qüvvətə yüksəlsək 2 eləyir? Təbii ki, 1 də. Buna görə buradan da cavabı 3 tapırıq. İndi məsələn, hər zaman belə verilməyəcək. Yəni məsələn, 8 kimi asan bir ifadə verilməyəcək. Məsələn, belə olsun, 2 üstü x bərabərdir 5 şəklində. Bu zaman yazırıq ki, x bərabərdir loqaritma 2 əsasdan 5. Yəni belə, loqaritma xassələrinə keçməmişdən gəlin bunun loqaritmik funksiyalara baxaq. Biz xatırlatma eləyək yenidən. Üstü funksiyalarda nə dedik? Dedik ki, y bərabərdir a üstü x şəklində olur. Belə ki, a müsbət olmalıdır və a fərqli olmalıdır 1-dən. Düzdürmü? Bunu dedik. İndi loqaritmik funksiya da bayaq dedim ki, bunun tamamilə tərsidir. Yəni bu zaman x bərabər olacaq a üstü y-ə və a üstü y, yəni burada x-dir. Buradan da belə yenidən sanki dalış edirik. Y bərabərdir loqaritma a əsasdan x olacaqdır. Və yenidən indi burada şərtlərimiz yazacaq. A müsbət olmalıdır, x 1-dən fərqli olmalıdır və x də müsbət olmalıdır. Aha, indi bunun dedik ki, bunlar tərs funksiyadır. Ona görə bunların təyin və qiymətlər oblasti dəyişəcək. Məsələn, loqaritmik funksiyada dy mənfi sonsuzluq müsbət sonsuzluq idi. Y deməli 0 müsbət sonsuzluq. İndi burada əks olacaq. Bu olacaq 0 müsbət sonsuzluq. Y olacaq mənfi sonsuzluq müsbət sonsuzluq formasında olacaq. İndi gəlin yenidən bunun qrafiklərinə baxaq bir yerdə. Birincisi y bərabərdir loqaritma əsasdan x. Belə ki, a böyük olsun 1-dən. İndi gəlin bunu çəkək. Aha. Bura y-dir, burada x-dir. Düzdürmü? Bunun hardası qrafiki bu formada gələcək. Artıq burada x-i 1, y-i 0 olacaqdır. İndi deməli, bir də baxaq digərisinə. Y bərabərdir. Yenidən loqaritma əsasdan x. Amma belə ki, a 1 ilə 0 arasında yerləşsin. Gəlin bunun qrafikini də çəkək. Bura y, bura x. Bunda qrafiki getdikcə azalan olacaq da yenidən. Baxın, belə bir şəkildə olacaq. Tam düz çəkmədim, toxum belə. Belə olacaq hardasa. Bura 1-dir, yenidən 1 0-dır. İndi bu loqaritmiklə, yəni üstü funksiyalar bir-birinə y bərabərdir, x-ə nəzərən simmetrikdir. İndi gəlin funksiyada araşdıraq. İndi bu belə idi. İndi bunun artan funksiyası necə idi? Baxın, hardasa belə bir şey idi. Düzdürmü? İndi buradan hər hansı bir y bərabərdir x xətti keçirək. İndi tam bənzəməyə bilər. Burada k-sı nədir? Göründüyü ki 1-dir. K da nə idi demişdik? Tangens alfadır. Yəni tangens alfa 1-dirsə, deməli alfa nədir? 45 dərəcədir. Deməli, baxın, burada qalan bucaq 45 dərəcədir. Düzdürmü? Yəni bunlar bir-birinə y bərabərdir. X-ə nəzərən simmetrikdir. Eynən də burada. Burada da bu şəkildə gedəcək. Yəni bu 0-1-də toxunur. Və yenidən bu da xətt çəksək y bərabərdir. X-ə nəzərən simmetrik olacaqdırlar. Növbəti səhifəyə keçək. İndi əsas məsələ keçirik loqaritmik düsturlara. Birincisi ilə başlayaq, elə bir-bir hər birinə baxırıq. Loqaritma a əsasdan 1 bərabərdir 0-a. İndi gəlin baxaq, niyə əvvəlcə nümunələrdən baxırıq. A üstü x, b, düzdürmü? Buradan delfin dalışı sanki edirik. X bərabərdir loqaritma a əsasdan b-yə. İndi bunu belə yazırıq da, loqaritma a əsasdan b bərabər x. İndi təzədən bir də dalış kimi eləsək, b bərabərdir a üstü x alırıq. Yəni bir-birinin tərsini alır. Məsələn, gəlin nümunə ilə də baxaq. 2 üstü x 4-dür. Belə eləyirik. X bərabərdir loqaritma 2 əsasdan 4-ə. Yerini dəyişsə yeni şeydə bərabərlikdir x. İndi buradan biz yaza bilərik ki, 4 də bərabər 2 üstü x. Yəni bir-birinə dönüş eləyirik də elə bir ki, məsələn bir dənəsində baxaq. 3-ün kvadrat 9-dur. Bir dəfə də tərsini yazıram, verilsin.
Loqaritma 3 əsasdan 9. Loqaritma 3 əsasdan 9 2-dir. Şimdi buradan yenə sanki dalış kimi eləyir. 3-ün kvadratı. Yəni 9 bərabər olur 3-ün kvadratı. Yəni bu formada olur. Buradan yenidən dalış kimi eləyəcək. 1 bərabər olacaq A üstü 0-a. Yəni A üstü 0-dan 1-də. Bunu da bilirik. Məsələn, bizə versə loqaritma 3 əsasdan 1 nə olacaq? 0. Yəni bu deməkdir. 3-ü elə bil ki, hansı qüvvətə yüksəlsək 1 eləyər. Təbii ki, nə? 0. Keçirik ikincisinə. İkincisi də odur ki, loqaritma A əsasdan A 1-dir. Yəni A-nı hansı qüvvətə yüksəlsək A eləyər? Birinci. Məsələn, loqaritma 3 əsasdan 3 1-dir. Yəni 3-ü hansı qüvvətə yüksəlsək 3 eləyər? Təbii ki, birinci qüvvətə. Düzdürmü? Keçək üçüncüsünə. Loqaritma 10 əsasdan B-yə biz deyəcəyik 10-luq loqaritma və belə qısa forması bu şəkildə deməli işarə olunacaq, amma bunun bilirik ki, yəni əsası 10-dur. Sonra baxaq loqaritma Y əsasdan B-yə. Buna da LMB deyilir. Bu da natural loqaritma hesab olunur. 5-ci xassəyə keçək. 5-incisi loqaritma A əsasdan X vurulsun Y. Vurma olanda bunu izahlarda da demişdim. Bu blok izahlarında A əsasdan X üzərinə gəlsin loqaritma A əsasdan Y olur. Yəni nə olur? Bu toplama olur. Məsələn, nümunəyə baxaq. Loqaritma olsun 3 əsasdan 36. Bunu yaza bilərik. Loqaritma 3 əsasdan 9 vurulsun 4 kimi. Dedik ki, vurma olsa toplama olur. Yəni loqaritma 3 əsasdan 9 üzərinə gəlsin loqaritma 3 əsasdan 4. Bildiyiniz kimi, yəni 3-ün hansı qüvvəti 9 eləyəcək? İkinci. Bu da olacaq 2 üzərinə gəlsin loqaritma 3 əsasdan 4. Yəni cavabda da bu şəkildə veriləcəkdir. Keçək növbəti sinə. İndi də baxaq bölməyə. Yəni loqaritma A əsasdan X bölə Y-ə baxırıq. Bu da olacaq çıxma. Yəni tərsi. Loqaritma A əsasdan X çıxaq. Loqaritma A əsasdan Y. 7-ci xassəyə keçirik. Loqaritma A əsasdan indi qüvvətə baxırıq. B üstü N olsa. N-i qabağa ata bilərik. Yəni N vurulsun loqaritma A əsasdan B. Məsəl üçün indi bu asan nümunədir. Yəni 3-ün hansı qüvvəti 81-dir? 4. Amma bunu belə yazaq. Loqaritma 3 əsasdan 3 üstü 4. Yəni 4-ü qabağa atırıq. Qalır loqaritma 3 əsasdan 3. Bu da dedik ki 1-dir və buradan da 4 tapırıq. Sonra keçirik növbətisinə 8-ciyə. O da hansıdır? Loqaritma A əsasdan indi bunun qüvvəti olsun B. İndi bu da olacaq 1 bölək M vurulsun loqaritma A əsasdan B. Məsələn, loqaritma 27 əsasdan 3 olsun. Bunu yazırıq ki, loqaritma 3 üstü 3 əsasdan 3. Bu olacaq, indi 3-də 1 çıxır qabağa. Loqaritma 3 əsasdan 3. Bu da 1-dir. Cavabımız da 3-də 1-dir. Keçirik 9-cu qeydə. İndi hər iki ifadənin üstü qüvvətli olsun. Yəni loqaritma əsasdan M, B əsasdan N şəklində olsa, N bölək M qarşıya çıxır. Loqaritma A əsasdan B olacaq. Məsəl üçün, loqaritma 16 əsasdan 64. Ortaq qüvvət yəni əsas ikisində də 2-dir. Bunu yazırıq. Loqaritma 2 əsasdan 4, 2 əsasdan 6. 6 bölək 4 qabağa çıxacaq. Loqaritma 2 əsasdan 2. Bu da 1 elədiyinə görə 6 bölək 4, 1,5 olacaq cavab. Keçirik 10-cu qeydə. Loqaritma A əsasdan B. Bəzi məsələlərdə, hətta blok ustalarında da bir yerdə baxmışdıq. Bunu tərsinə çevirmək lazım olur. Yəni, yerini dəyişmək lazım olur. Onda da 1 bölünsün. Loqaritma B əsasdan A şəklində yaza bilərik. Məsəl üçün, loqaritma 3 əsasdan 2 bərabərdir. 1 bölünsün loqaritma 2 əsasdan 3-ə. Keçək 11-ci qeydimizə. Loqaritma əsasdan B vurulsun. Loqaritma B əsasdan C vurulsun. Loqaritma C əsasdan D vurulsun. Yox, belə qalsın, bəsdir. Burada ixtisar getmir. Praktik olaraq deyirik ki, bunlar ixtisar gedəcək. Praktik olaraq yenə də vuruluyuram. Qalacaq loqaritma A əsasdan D.
Məsəl üçün, nümunəyə baxaq. Loqaritma 3 əsasdan 2 vurulsun. Loqaritma 2 əsasdan 5 vurulsun. Loqaritma 5 əsasdan 9. 2'lər sanki ixtisar gedir. 5'lər sanki ixtisar gedir. Qalacaqdır loqaritma 3 əsasdan 9. Bu da 3'ün ikinci qüvvəti 9'dur. Keçək 12-ci xassiyə. 12-ci xassiyəni yazaq. A üstü loqaritma A əsasdan B, B-yə bərabərdir. Yəni burada sanki yenidən, sanki praktik olaraq yenidən, sanki ixtisar gedir. Məsələn, 2 üstü loqaritma 2 əsasdan 3. 2'lər gedəcək, cavabımız eləyəcək 3. Keçirik 13'ə. 13'ə. A üstü loqaritma B əsasdan C. Burada C ilə A'nın yerini dəyişmək mümkün. Yəni C üstü loqaritma B əsasdan A şəklində yaza bilərik. Bu çox istifadə olunur. Suallarda da görmüşdük. 2 üstü loqaritma 3 əsasdan 5 məsələn bərabərdir 5 üstü loqaritma 3 əsasdan 2'yə. Keçək 14-cüyə. Məsələn, loqaritma A əsasdan B bərabərdir nəyə? Məsələn, C-yə gətirmək istəyirik. Loqaritma C əsasdan B bölək loqaritma C əsasdan A. Məsəl üçün nümunə baxaq. Loqaritma məsələn 2 əsasdan 3 məsələn 5'ə gətirmək istəyirik. Loqaritma 5 əsasdan 3 bölək loqaritma 5 əsasdan 2 formasında yaza bilərsiniz. Gəlin biraz nümunələrimizə baxaq. Nümunədən öncə müqayisəyə baxaq, sonra da nümunəyə baxaq. İndi baxaq müqayisə. İndi birinciyə baxırıq nəyə? Loqaritma A əsasdan B müsbət olsun. Yəni nə zaman müsbət olar? B 1-dən böyük, A 1-dən böyük olsa bu müsbət olacaq. Məsələn, loqaritma 2 əsasdan 3 müsbətdir. İkinci hal, loqaritma əsasdan B yenidən A da 0 ilə 1 arasında yerləşsin, B də 0 ilə 1 arasında yerləşsin. Bu yenidən müsbət olacaq. Məsələn, loqaritma 2-də 1 əsasdan 3-də 1 müsbətdir. Üçüncü hala baxırıq. Loqaritma əsasdan B yenidən belə ki, B böyük olsun 1-dən, A da 0 ilə 1 arasında yerləşsin. Loqaritma o zaman məsələn 2-də 1 əsasdan 3. Bu zaman bu olacaq mənfi və bu da olacaq mənfi. Və sonuncu hala baxırıq ki, loqaritma əsasdan B yenidən B 0 ilə 1 arasında yerləşsin, A da 1-dən böyük olsun. Bu zaman bu mənfi olacaq. Məsələn, nümunəyə də baxaq. Loqaritma 4 əsasdan 2-də 1 mənfidir. Baxaq ki, bu niyə mənfidir? Məsələn, bir dənə sonuncuya baxıram. Loqaritma 4 əsasdan 2-də 1. 4'ü yaza bilərik. Loqaritma 2 üstü 2 mənfi 1 də 2 üstü mənfi 1 şəklində. Bunu demişdik ki, mənfi 1 bölü 2 qarşıya çıxır. Loqaritma 2 əsasdan 2 bu da 1'dir. Və alınır mənfi 1 bölü 2 və bu da nədir? Mənfidir. Yəni, bu da belə. İndi keçək loqaritmlərin müqayisəsinə. Eyni əsasdan olsa, məsələn, loqaritm 5 əsasdan 125. Məsələn, əvvəlcə əsasına baxaq. Loqaritm 5 əsasdan 25. 5'in 3-cü qüvvəti 125-dir. Bu 3 eləyir, bu da 2 eləyir. Bu bundan böyük deməli, bu da bundan böyük olacaq. İndi məsələn, biraz fərqli müqayisəyə baxaq. Məsələn, loqaritm 5 əsasdan 13 ilə loqaritm 5 əsasdan 19 olsun. Bu zaman 13 daha böyükdür. Bu belə çıxdı. Deməli, son olaraq belə yekunlaşdıraq ki, loqaritm əsasdan B-də A 1-dən böyük, B 1-dən böyük olarsa, hansının, məsələn, bu böyükdürsə, bu böyükdür. Əgər və yaxud da ki, əksinə. İndi gəlin belə baxaq. Belə olsun, amma A da, B də, A yoxdur. Hər hansı biri 0 ilə 1 arasında yerləşsin. Məsəl üçün, loqaritm 5'də 1 əsasdan 125 olsun. Loqaritm 5'də 1 əsasdan 25 olsun. 5'də 1'in hansı qüvvəti 125'dir? Mənfi 3, burada da mənfi 2. Mənfi 2 daha böyük olduğuna görə burada artıq kiçik olan daha böyük götürüləcəkdir. İndi bir dənə nümunəyə baxaq. Sonra təbii ki, yenidən baxacaq. Nümunə. Kifayət qədər maraqlı sualdır məncə.
y bərabərdir y üstü x təcənsin 1 bölü x. Bunun bizdən qiymətlər çoxluğunu, yəni y bərabərdir sual. İndi y bərabərdir a üstü x şəklində olan bir funksiyadır. Baxın, buna baxıram. Yəni indi burada da y1 bərabərdir x təcənsin 1 bölü x-ə. Biz demişdik ki, y1-in deməli belə olsa, yəni bu formada olsaydı, yəni əgər x müsbətsə 2 müsbət sonsuzluq olur qiymətlər çoxluğu. Yəni x müsbətdirsə və ya da ki y1 və ya da ki mənfi sonsuzluqdan mənfi 2-yə kimi olur nə zaman x mənfi olsa. İndi bizə şərt vermir ki müsbət yoxsa mənfi, ona görə ikisi də ola bilər. İndi əgər x müsbətsə yazırıq y üstü 2-dən müsbət sonsuzluğa kimi. Bu da olacaq y-nin kvadratından müsbət sonsuzluğa qədər. Sonra əgər x mənfi olarsa, y üstü mənfi sonsuzluqdan mənfi 2 daxil. Bu olacaqdır nə? 0, 0 almır demişdik. Yaxınlaşır, amma almır. Bir y kvadratı. Cavabımız da son olaraq 0 1 bölü y kvadratı. Bu birləşsin y kvadratından müsbət sonsuzluğa. Baxın, son y üçün cavab budur. Okay. Keçək üssü və loqaritmik tənliklər. Tənliklər yazıram, qısa formada olsun. İndi birinci baxırıq üssü tənliklərə. Keçək elə bura. Ən sadə nümunəsi a üstü x bərabərdir b şəklində olarsa. Bu üssü tənlikdir. İndi burada yenidən sanki bir dalış edirik. X bərabərdir loqaritma a əsasdan b-yə. Yenidən şərtlər. A müsbət, b müsbət və təbii ki a fərqlidir 1-dən. İndi məsəl üçün 2 üstü x bərabərdir 8. İndi bayaqçı da bu. Elə bərabərlik varsa, bundan tənlikdə də məhsulda varsa, buradan da x 3-dür. Amma məsələn 2 üstü x 5 olsa, x bərabərdir nəyə? Loqaritma 2 əsasdan 5-ə. İndi hallara baxaq, birinci növlərinə baxaq. A üstü fx, yəni əsaslar eyni olarsa, a üstü gx-ə bərabərdir. Təbii ki, a 0-dan böyük və 1-dən fərqli olmaq şərti ilə. Bu zaman, yəni bunlar eynidirsə, deməli üstlər də eyni olmalıdır. Yəni fx bərabərdir gx formasında olmalıdır. Məsəl üçün nümunə 2 üstü 4x çıxaq 8 bərabər olsun 2 üstü x plus 7-yə. O zaman 4x çıxaq 8 bərabərdir x plus 7-yə. 3x 15-dən x-ə çıxır 5. Bu birinci nümunə idi. İkinci növə baxaq. A üstü fx bərabərdir b-yə. Belə ki, a müsbət, a fərqlidir 1-dən. B-də müsbət şəkildə olsun. Bu zaman yenidən sanki bir dalış edirik. Fx bərabərdir loqaritma a əsasdan b-yə. Məsəl üçün 3 üstü 2x plus 4 bərabərdir 5-ə. Yine sanki dalış 2x plus 4 bərabərdir loqaritma 3 əsasdan 5-ə. Buradan 2x bərabərdir loqaritma 3 əsasdan 5 çıxılsın 4-ə. X bərabərdir 2-də 1 vurulsun loqaritma 3 əsasdan 5 çıxılsın 2-yə. Bu belə idi. Amma məsələn belə formada olsa 3 üstü 2x çıxaq 1 bərabər mənfi 2 hər boş çoxluqdur. Çünki bura demişdik ki böyük olmalıdır 0-dan. İndi deyirəm bura aydın oldu. Keçək 3-cü növümüzə. Nümunə ilə baxaq bunda. 4 üstü x plus 2 dəyişənlə yazmaq mənasızdır. 4 üstü x çıxaq 1 bərabərdir 65 bölü 2 formasında olsun. Gəlin bunu yazaq. Burada ortaq vuruğu mötərizə xaricdən çıxarmaqla. Bundan budur. İndi baxırıq 4 üstü x vuraq 4 üstü 2 üzərinə gəlsin. 4 üstü x vuraq 4 üstü mənfi 1 bərabərdir 65 bölü 2-yə. 4 üstü x-i çıxarsaq 4-ün kvadratı üstə gələk. 4 üstü mənfi 1 bərabərdir 65 bölünsün 2-yə. 4 üstü x vurulsun 16 üzərinə gəlsin. 1 bölünsün 4 bərabərdir 65 bölünsün 2-yə. 4 üstü x vuraq 65 bölək 4
bərabərdir 65 bölək 2-yə. Bundan 4 üstü x 2 alınır. Sanki bir delfin dalış edirik. X bərabərdir loqaritma 4 əsasdan 2-yə. Bunu da yaza bilərik. Loqaritma 2 üstü 2 2. Bu da 2-də 1 çıxırdı qabağa. Loqaritma 2 əsasdan 2. Bu da təbii ki 1-dir. Cavabımız da qalır 2-də 1 şəklində. Və bunun həlli idi. Keçək 4-cü növümüzə. Belə bir tənlik tapdım. 2 üstü 2x çıxaq 2 üstü x. Burada əvəzləmə ilə tapmaq metodudur. Belə bir tənlikdir. Bunu belə yaza bilərik də. 2 üstü x-in kvadratı çıxaq 2 üstü x çıxaq 2 bərabər 0-a. Əvəzləmə aparırıq. 2 üstü x-ə 1 t deyirik. Alınır ki t kvadratı çıxaq t çıxaq 2 0. Buradan da t1'miz 2'dir. T2'miz mənfi 1'dir. Təbii ki mənfi 1 kənar çöktü. Yəni t1 2'dir. 2 üstü x 2'dir və x də 1 çıxacaq. Bu belə. Keçək 5-ci növə. Təbii ki bunlara nümunə ilə baxmaq lazımdır. Yəni onsuz da eləyirik. 5-ci növ. Məsələn belə bir nümunə tapdım. Modulda x çıxaq 2 qüvvətdə. X kvadratı çıxaq 3x plus 2 bölünsün. X kvadratı çıxaq 2x plus 1. Bərabərdir 1-ə. Mən 1'i 1 üstü 0 şəklində yazacağım. İndi bu bərabərdir. Bundan bu bərabərdir. Bundan bu bərabərdir. İndi gəlin yazaq. Deməli, modul x çıxaq 2 bərabərdir 1-ə. X kvadratı çıxaq 3x plus 2 bölünsün. X kvadratı çıxaq 2x plus 1 də bərabərdir 0-a. Bunları bir həll eləyək. X çıxaq 2 1-dən x 3-dür. X çıxaq 2 mənfi 1. X də alınır 1. Buradan yazaq x1 x2 şəklində. Birinci buydu. İkincisini həll eləyək. X kvadrat çıxaq 3x plus 2 bərabərdir 0-a. Amma x kvadrat çıxaq 2x plus 1 fərqli olmalıdır 0-dan. Bu da x deməli x3 çıxır 2, x4 çıxır 1. Burada da yazırıq ki x çıxaq 1'in kvadratı düzün fərqidir 0, x çıxaq 1 fərqidir 0, x fərqidir 1. Deməli 1'lər kənar köçdü. Bunları sildik. İndi demişdik ki burada a fərqlidir 1'dən. Amma görürük ki yerinə 3 qoysaq, baxın, bu 1 eləyəcək. Deməli 3-də kənar köçdü, təkcə cavabımız 2 olacaq. Məncə qəşəng sual idi biraz. Bu da belə idi üstü tənliklərdən. İndi keçirik loqaritmikə. İndi bunda ən sadə yazılış forması belə olacaq. Loqaritma əsasdan x bərabərdir b-yə. Yenidən şərtlərimiz var təbii ki. A böyükdür 0-dan. A fərqlidir 1-dən. Burada b istənilən qiymət ala bilər. Yəni daxildir həqiqi ədədlər çoxluğuna. Təbii ki x də müsbət olmalıdır. Aha. Keçdik. Bunun da həlli necə olacaq? Sanki yenidən delfin dalışıdır. X bərabərdir a üstü b şəklində olacaq. Məsələn birinci nümunəyə baxaq. Loqaritma üstü x bərabər 4-ə. X nədir? 3 üstü 4. İndi burada da loqaritmada da elə bir qüvvətə keçirik delfin dalış eləyəndə. Bu da eləyəcək 81 formasında. Bax ikinci növümüzə. Loqaritma indi yenidən əsaslar eyni olanda a üstü fx bərabərdir loqaritma a əsasdan cx olsun. Cx. Bunlar müsbət olmalıdır həll olması üçün. Yəni a müsbət, yenidən a fərqlidir 1 olmalıdır. Bu zaman həll necədir? Fx ilə cx bir-birinə bərabər olmalıdır. Fx də müsbət olmalıdır. Yəni cx də müsbət olmalıdır. Nümunə. Loqaritma 2 əsasdan x kvadrat çıxaq 2 bərabərdir loqaritma 2 əsasdan x. Bunlar eyndə sanki ixtisar edir. X kvadrat çıxaq 2 bərabərdir x-ə. Bunu həll eləmək lazımdır. x1 çıxır 2, x2 mənfi 1. Amma təbii ki nədir?
-1. Bunu yazmalıyıq ki, x kvadrat sağ 2 də müsbətdir, x də müsbətdir. X müsbət olduğuna görə təbii ki, bu da nədir? Kənar kökdür, yəni kökümüz 2-dir. Keçirik 3-cü növümüzə. Loqaritma A əsasdan fx bərabər olsun b-yə. Sanki delfinin dalışı fx bərabərdir a üstü b-yə. Bayaqki şərtlərin hamısı var idi. Hər dəfə yazmaq istəmirəm. Nümunəyə baxaq yenidən. Loqaritma 3 əsasdan 2x plus 1 bərabərdir 2-yə. Yəni avtomatik yazaq ki, 2x plus 1 müsbət olmalıdır. Yazırıq ki, 2x plus 1 bərabərdir delfin dalışı 3-ün kvadratı. 2x 8-dən x4. Görürük ki, bu artıq bu şərti ödür. Baxın, bura gəlirik, sonra deyirik ki, bu şərti ödür deyə x bərabər 4 həllimiz olacaqdır. 4-cü yenidən bayaqki necə idi? Əvəzləməklə və nümunə ilə baxırıq. Loqaritma 2 əsasdan x üstü 2 üstə gələk, yəni kvadratı da 3 üstü 3 vurulsun loqaritma 2 əsasdan x üzərinə gəlsin 2 0-dır. İndi əvəzləmə edəcəyik. Loqaritma 2 əsasdan x-ə bir t deyirik. Bu zaman alınacaq ki, t kvadrat üzərinə gəlsin 3t plus 2 0-dır. t1 -1-dir, t2 isə -2-dir. İndi loqaritma 2x -1-dir. Yəni 2 əsasdan x-də, loqaritma 2 əsasdan x-də -2-dir. Buradan x çıxır 2 üstü -1. Yəni 2-də 1. Bu da ödəyir. Buradan x bərabərdir 2 üstü -2. Bu da 1 bölək 4. İkisi də ödəyir deyə ikisi də kökdür. Aha, belə. Keçək növbəti hissəyə. İndi biraz bərabərsizliklərdən nümunələrə baxaq. Üstü və loqaritmik bərabərsizliklərə. Yəni funksiyaları biləndən sonra məncə rahat digər hissələr. Birinci nümunələrə baxırıq da sadəcə. Biraz nümunələrə baxaq. Sonra da yekunlaşdıraq. 2 üstü 4x çıxaq 6 böyük bərabərdir 2 üstü x çıxaq 5. Qüvvətlər eynidir. Deməli 4x çıxaq 6 və bu zaman əsas məsələ qüvvət 1-dən böyükdür. Bu zaman 4x çıxaq 6 böyük bərabərdir x çıxaq 5. Yəni işarə olduğu kimi qalır. 3x böyük bərabərdir 1-dən, x də böyük bərabər 1 bölək 3-dən. Həllimizdə x daxildir. 3-də 1 də daxilmiş. 3-də 1-dən müsbət sonsuzluğa. Bu şəkildə. İndi ikinci nümunəmizə baxaq. İkinci nümunəyə baxırıq. Belə bir şey verilib. 2-də 1, 2x, yəni üstü 2x çıxaq 8 böyük olsun. 2-də 1 üstü 4x plus 2-dən. Görürük ki, əsas 0 ilə 1 arasındadır. Bu zaman bunlar ixtisar gedir, ancaq işarə dəyişəcək. Yəni bu formada olacaq. 2x çıxaq 8, yəni kiçikdir 4x plus 12-dən. Bu zaman mənfi 2x kiçikdir 20-dən, x də böyükdür mənfi 10-dan. Yəni x daxildir mənfi 10-dan müsbət sonsuzluğa. Belə. Keçək növbəti nümunələrə. Üçüncü. 3 üstü x plus 1 böyük bərabərdir 1 bölək 3-dən. Bu zaman 3-də 1-i biz yaza bilərik ki, 3 üstü -1 şəklində. Bu zaman eynidir. X üstə gələk 1 -1-dən böyük bərabərdir. Əsas məsələ əsasda 1-dən böyükdür. Yəni ona görə eynidir də. Yəni işarəni dəyişmirəm. X böyük bərabərdir -2, x daxildir -2-dən müsbət sonsuzluğa doğru. Baxaq 4-cü nümunəyə. 16-da 1 üstü x kiçikdir 0,25-dən. Bunu yaza bilərik 2 üstü -4 üstü x, yəni -4x olacaq. Kiçikdir, bu da 4-də 1 deməkdir. Yəni 2 üstü -2. Görürük ki, 2 1-dən böyükdür. Ona görə -4x -2-dən kiçik, sadəcə mənfi olduğuna görə işarə dəyişəcək. X də böyükdür 2-də 1-dən. X daxildir.
2 də 1-dən müsbət sonsuzluğa doğru. Baxaq 5-ci nümunəyə. Deməli, 2 üstü x plus 1 böyük olsun 6-dan. Artıq 2 1-dən böyükdür, bu heç. Artıq eyni əsasa gətirə bilmirik. Artıq burada loqaritma gəlir. X gələk 1, yenidən sanki dalışdı. Loqaritma 2 əsasdan 6-dan böyük olmalıdır. X gələk 1, loqaritma 2 əsasdan, bunu da yaza bilərik 2 vurulsun 3 şəklində. Bunu da demişdik, vurma olanda toplamı olacaq. Loqaritma 2 əsasdan 2, 2 əsasdan 3. Bu da 1 eləyir. X gələk 1 böyükdür. 1 üzərinə gəlinsin. Loqaritma 2 əsasdan 3. Bunlar da getdi. X də böyükdür. Loqaritma 2 əsasdan 3-dən. Yəni x daxildir. Deməli, loqaritma 2 əsasdan 3-dən deməli, müsbət sonsuzluğa doğru. Da buydu. Keçək 6-cı nümunəmizə. Belə bir sualdır ki, üstə 1 üstü x böyük bərabər olsun 2-dən. Burada artıq 0 ilə 1 arasındadır. Ona görə işarə dəyişəcək. Yəni, delfin dalışı yenidən olacaq. X burada artıq deməli, kiçik bərabərdir. Loqaritma üstə 1 əsasdan 2. X daxildir. Mənfi sonsuzluqdan. Loqaritma üstə 1 əsasdan 2. Bu da daxildir. Bu da daxildir. Düzdürmü? O belə. İndi keçək əlavə nümunələrə. Belə bir 2 dənə maraqlı suala baxırıq. Həqiqətən qəşəng suallar. Burada deməli x, y, z daxildir həqiqi ədədlərə. Bizə belə bir ifadə verilib, x-i soruşur. Gəlin bu nisbətə, yəni buna ümumi bir k deyək. Bu yuxarıdan yazacağım. Bu zaman loqaritma 2 əsasdan 5 olacaq kx. Loqaritma 5 əsasdan 10 olacaq ky. Loqaritma logdur. Deməli 16 da olacaq kz. Bunu bildik. İndi bizə x, y, z haləsində 2-də 1 verib. İndi bunları biz tərəf-tərəfə vursaq, alırıq ki, loqaritma 2 əsasdan 5 vurulsun. Loqaritma 5 əsasdan 10 vurulsun 16 bərabərdir. X, y, z vurulsun k-nın kubu. Bunlar bayaq dedikdə sanki praktik olaraq ixtisar gedəcək. Qalacaq loqaritma 2 əsasdan 10. Burada l-ci də demişdik 10 deməkdir. Yəni son olaraq qalacaq loqaritma 2 əsasdan 16 bərabərdir. 2-də 1 vurulsun k kubu. Bu da bildiyimiz kimi 2-nin hansı qüvvəti 16-dır? 4. 4 bərabərdir. 2-də 1 vurulsun k kubuna. K kubu 8-dir və k da 2-dir. Gətirib burada yerinə qoyuruq. Bizdən x-i soruşdu. Loqaritma 2 əsasdan 5 bərabərdir 2x-ə. Buradan x bərabərdir 2-də 1 loqaritma 2 əsasdan 5. Şimdi bunu 2 cür yazmaq olar. X bərabərdir loqaritma 2 əsasdan 5 2-də 1. Yəni x bərabərdir loqaritma 2/5 və yaxud da ki x bərabərdir loqaritma 2 əsasdan 2/5. Yəni loqaritma 4 əsasdan 5. Və cavablarda da belə idi. Səhv eləmirəmsə, bəli, A variantıdır. Keçək növbəti suala. Deyir ki, ABC müsbət həqiqi ədədlərdir. Yazaq buradan. ABC daxildir müsbət həqiqiyə. Bizə belə bir ifadə verilib. A-nı 2 isə verib. A, B cəmini deyir istəyir. İndi bizə aynen S-nin ifadəsini verib. Gəlin B-ni yox eləməyə çalışaq. İndi burada yerini dəyişirəm. Demişdik ki, yer dəyişəndə S-nin tərsi olacaq. Yəni 1 bölək S. Bundan da bunu bir-birinə vuraq. Loqaritma S əsasdan B-ni vururuq. Loqaritma B əsasdan A-ya. Bu zaman B-lər gedəcək. Qalacaq ki, loqaritma S əsasdan A. Düzdürmü? Bu da eləyir nə? A bölək S. Şimdi bunda anda 2S vermiş. Loqaritma S əsasən 2S, burada 2. Bu da eləyəcək vurma kimi yazsaq. Loqaritma S əsasdan 2 üzərinə gəlsin. Loqaritma S əsasdan S bərabərdir 2-yə. Bu 1 eləyir. Loqaritma S əsasdan 2 1'dir. 2 bərabərdir S üstü 1'ə.
C bərabərdir 2. A da onun kimisi idi 4. İndi bizə B də lazımdır. Buradan sanki dalış eləsək, B bərabər olacaq A üstü C-yə. Yəni 4 üstü 2, 16. Bizdən də B ilə A-nın cəmi istəyirdi. 16 ilə 4-ün cəmi də 20. Və bu da deməli uzun bir izahın da sonuna gəldik. Üssü və loqaritmik funksiyalar, loqaritmanın özü ayrılıqda, loqaritmik düsturlara baxdıq, müqayisələrinə baxdıq, tənliklərə baxdıq, üstü tənliklər, sonra da loqaritmik tənliklər, hamısının nümunəsi, loqaritmik və üslü bərabərsizliklərə baxdıq və son olaraq da nümunələrimizlə izahımızı yekunlaşdırdıq.